Hoş gördük değerli dostlar, hər vaxtınız xeyirli olsun. Bu günlər biz sizə Xırdalan şəhərində əla bir yerində, 5 nömrəli məktəbin tam yaxınlığında, deməli, Sot yarımın içində 2 mərtəbəli, 3 otaqlı həyət evimizi çəkib təqdim edirəm. Həyət evimiz şəxsi tikilidir, qoşa daşla inşa olunur, öz üçün tikilidir. Sadəcə olaraq az müddətdə burada yaşayış olur bu evdə. Bura hol hissəsidir, 2-ci mərtəbənin. Deməli, birinci, ikinci mərtəbənin arası monolit betondur. Buradan pləkanla çıxdıq. Bura ikinci mərtəbədəyik. Çəkilişi burada edirik. Gəlin, buradan başla. Burada da yəni, rahat böyük bir holu var. Şifaner, zat, hər bir şey. Qardirob üçün yığmaq olar burada. Bura bir otağıdır, yataq otağıdır. Bir dənə çək qardaş. Qoşa daşla inşa olunub, şəxsi tikili. Hal-hazırda sahibinə təcili pul lazım olduğunu öyrə çox münasib bir qiymətə satılır. Münasib bir qiymətə. Burada bir uşaqlar üçün yataq otağıdır. Burada üçüncü böyüklər üçün yataq otağı. Yəni burada 3 yataq otağıdır. 3 yataq otağı. Burada da mətbəxdir. Mətbəx hissəsi buradadır. Buranın da zal kimi istifadə eləmək olar da. Yəqin ki, buranda bu hissəni də qardaş zal kimi buranda istifadə eləmək olar. Gəl düşək aşağı. Gəl qardaş. Aşağı gəl düşək. Deməli, həyətini də çəkib təqdim edəcəm. Böyük bir həyəti var, maşın girir. Evin altı qarajdır. Evin altı qarajdır. Bax, burada sanitar qoğuşağı bu hissədədir. Giriş qapısı, gəl qal. Baba, bura onun sanitar qoğuşağıdır bu hissə. Bu hissə sanitar qoğuşağıdır. Bura birinci mərtəbəsidir. Belə bir yeri var. Ayrı-ayrılığındadır da burada. Bəli, burada ayrı-ayrılığındadır. Gəl burada zəhmət olmasa bir dənə qardaş, gəl bura. Burada qaraj hissəsidir. İşıqları yanmır. Yəni belə ancaq çəkib görsədə bilər. Çöldən də çəkib görsədədim. Bura qaraj, maşını saldım bura. Qaraj hissəsidir. Gəl. Qardaş, elə balaca çəkdin gəl. Ora qaranlıqdır. Gəl çöldən görsədəcəm. Burada onun həyat hissəsidir. Bax, belə bir geniş həyat hissəsidir. Sadəcə olaraq evdə yaşayış olmadığına görə ev həyəti biraz baxımsızdır. Yəni qiyməti də çox əla bir qiymətdir. Mən sizə açıqlayacağam qiymətin sonunda. Bax, bura onun həyətidir. Bir sot yarımda onun yerləşir ev. Bir dənə buranın darvazanı çək, bax, burada. Bax, giriş qapısı buradandır. Bax, bura onun qaraj hissəsidir. Bax, bura qaraj hissəsidir. Qaraj hissəsidir. Giriş qapısıdır, bax, buradan. Maşınla gəldin, girdin. Rahat. Qaraja da girə bilərsən, burada da saxlaya bilərsən. Qiymət 65.000 manata. 65.000 manata bu evə sahib ola bilərsiniz. Razılaşmağa görə gələrsiniz, mən özüm sahibinlə danışarım, endirim edəyərim. Sağ olun, minnətdarım. Əlavə kimin nə sualı olsa bu ev barədə bizim əlaqə nömrəmiz olacaq səhifədə, bizlə əlaqə saxlasın. Çox sağ olun.